Salam olsun hər kəsə, Bir Hamsi kanalına sizinlə mən Heydər. Bugünkü mövzum Temu haqqında olacaq. Bundan öncə paylaşdığım videoda bilirsiniz ki, Temuda geri qaytarmadan məhsulları sorğunu, yəni bilet açılır və biz orada sorğu keçirdirik ki, təyin edirik ki, məhsulu geri qaytarın və anında xərclədiyimiz pul bank kartımıza ödənildi. Artıq bu Temu siyasətinin dəyişdiyinə görə mütləq şəkildə məhsulları geri qaytarmaq lazımdır və də məhsulu geri qaytarma prosesini yerinə yetirdim. Məhsul onların anbarına çatdı, yoxladılar. Ödədiyim pulu bank kartıma geri ödədilər. Məlumat verdim ki, məhsullar çox keyfiyyətsizdir, sintetikdir və bəzi məhsullarda təyin olunan ölçülər, razmerlər uyğun gəlmir və buna görə də onlar məhsulu yoxladıqdan sonra növbəti gün ərzində mənə hətta 30 manat təzminat pulu ödədilər. Plus da 60 neçə manat isə mənim ödədiyim pulu birbaşa bank kartıma köçürtdülər. Ayın 10-unda pulu geri göndərdilər və ayın 11-i axşam saatları isə Kapital Bank tərəfindən pul bank kartıma revans deyirlər, revers deyirlər, olundu. Artıq orada qeyd olunur, siz biləcəksiniz onu. Yəni geri qaytarma olur o. Əziz izləyicilər, sən bölməsinə buradan daxil olacağam və burada görəcəksiniz ki, o həmin verilən təzminat pulu kredit balansında olan puldan mən 3 məhsul sifariş etmişəm. Heç bir əlavə kartımdan və yaxud da ki, hardansa heç bir ödəniş etmədən burada görəcəksiniz. Bunu geri qaytarma prosesini mən sizə göstərim. Baxın, cəmi geri ödənilən məbləğ 92 manat 69 qəpikdir. Google Pay tərəfindən, yəni bank kartıma göndərilən 66 manat 45 qəpikdir. Və burada bunu izləmək var. Görəcəksiniz ki, ödəniş metodu ilə bağlı hesabatı yoxlayın və s. və ilə axır. Kredit balansı qazanılmış endirim. Baxaq burada. Baxın, təzminat olaraq 4 manat 65 qəpik aprelin 1-də göndərildi. Aprelin 10-unda isə hansı ki o məhsulu artıq yoxladılar ki, məhsul problemsizdir, şəxsə geri ödəniş edək və həmin gündə də 26 manat 15 qəpik mənə ödənildi. Ümumilikdə ödəniş 34 manat neçə qəpik mənim kredit balansımda var idi təzminatla birlikdə və mən sifariş etdim 31 manat 33 qəpiklik. Baxın, Temudan geri ödəniş və s. və ilə hamısı birlikdə. Son olaraq isə 12 apreldə mən Temudan sifarişə görə ödəniş. Baxın, görürsünüz burada bu sifarişi göstər və burada görünür. Gördüyünüz kimi həmin 3 məhsuldur. United tərəfindən həm məhsullar bizə çatdırılır, beynəlxalq daşınma olaraq və də biz Expo Cargo şirkətinə məhsulları təhvil verib bizə barkodlu çek verir və ona görə də məhsulları United istiqaməti ilə Çin ölkəsinə geri qaytarma edir. Yəni bu qaydada etdi. Həmin bu United ilə işləyən sadəcə bir dənə Azərbaycanda Expo Cargo bilinir və də mən Temu yazanda dedi ki, sizin üçün Expo Cargo United ilə göndərə bilərsiniz. Daha doğrusu Expo Cargo ilə göndərə bilərsiniz və Expo Cargo-da hansıdır? Mən buradan giriş edərək göstərə bilərəm ki, sizə. Baxaq. Expo Cargo. Baxın. Həmin bu Expo Cargo-dur ki, bunun filialları harda yerləşir, qeydiyyat ola bilərsiniz və buradan hansı filiallar var, hansı ünvanda yerləşir, hər birinə əlaqə də saxlaya bilərsiniz və də məntəqələrinə gedib, təhvil alma məntəqələrinə gedib, həm də məhsulları təhvil verərək Temuya geri göndəriş edə bilərsiniz. Əziz izləyicilər, yəni proses bu qədər yaxşıdır, rahatdır. Sizlər də məhsulları istəsəniz geri göndərə bilərsiniz. Amma mən sizə deyim ki, Temudan belə deyək, geyim məhsullarına çox üstünlük verməyin. Çünki geyim məhsullarının əksəriyyətləri və də önə çıxan endirimli, nə bilim, 3-4 dənə pulsuz məhsullar verir, 70 manatdan, 60 manatdan məhsul almasan ki, 3-4 məhsul sizə pulsuz gəlsin. Yəni həmin məhsullar həqiqətən çox keyfiyyətsiz olur. Əziz izləyicilər, videonu bəyənib kanala abunə olmağı unutmayın. Növbəti qazanc videolarında görüşənə qədər.